o duyğularımı hiss etdirsəm, məndən uzaqlaşar. Burada qadın nə etməlidir? Adam da itirmək istəmir. Qadın kişini yaxınlıq qurmağa tahammülün olmadığını, yəni yaxınlıq qurma, bağlanma qorxularının olduğu ilə əlaqəli üzləşdirməlidir. Bir şey söyleyeceğim, sonra da gideceğim. Karda donmak üzeresin. Uyumak tatlı geliyor ama sen öldüğünün farkında değilsin. Burada üzündəki o ifadəni gördünüz. Türklərin mal gibi kalmak dedikləri bir ifadə. O an aydınlanmanın ifadəsidir. Qızın etdiyi şey orada onun fərqində olmadığı bir şeylə yerində üzləşdirir ki isə indiyə qədər diqqətini çəkmədiyi daxili dünyası ilə əlaqəli bir prosesin fərqinə varmış olur və bu yüz ifadəsində özünü göstərir.